Salamlar herkese. Bugün kalkülatör tətbiqinin Android Studio'da Kotlin proqramlaşdırma dilini tətbiq edərək bir kalkülatör tətbiqi yazmağı sıfırdan sona qədər necə yazmaq lazımdır, hansı texnologiyalar istifadə etmək lazımdır, onu öyrənəcəyik. Mən belə bir dizaynım var, bunu internetdən yükləmişəm. Bu dizaynın eynisini Android Studio'da yığmağa çalışacağıq. İndi mən bu dizaynı hazır yığmışam. Bunun kodları məndə var, GitHub profilimə yerləşdirmişəm. Ona görə bu dizaynı sıfırdan yığmaq çox vaxt aparan bir məsələdir. Ona görə mən hazır bu dizaynı yığmışam sıfırdan, GitHub profilimdə paylaşmışam. Onun linkini də aşağı yerləşdirəcəm. O linkdən yükləyib bu dizaynı yəni dizayn hissəsini hazır qoyacaqsınız. Kod hissəsini isə sıfırdan sizinlə bərabər mən özüm yazacağım. Həmçinin də dizaynı GitHubdan necə yükləmək lazımdır, hamısını bir-bir göstərəcəm. Başlayaq. Birinci GitHubdan dizaynı necə yükləməyi göstərək. Google-a daxil olaq. Öz GitHub profilimə girirəm. Burada My Calculator tətbiqini burada əvvəlcədən repository yaratmışam, paylaşmışam. Burada dəyişib master branchına gedirəm. Buradan kodu kopyalayıram. Başqa brauzerdə açıram ki, bu kodu sizin baxışınızdan, yəni profil sahibinin yox, digər bir istifadə. Sizə bu linki paylaşacağım. Siz bu linki yapışdırıb GitHub profilimə daxil olacaqsınız. Belə bir səhifə açılacaq. Burada gördüyünüz kimi normalda main branchındadır. Siz buradan maindən master branchına keçməlisiniz. Layihə proyekti açılacaq, My Calculator proyekti. İndi burada bir çox fayllar var. Bizə lazım olan app faylıdır. App'in içində storage faylını açırıq. Buradan main'i açırıq. Buradan res faylını açırıq. Burada isə bizə iki papka lazım olacaq. Bir layout, bir driver, bir də axırda içində rənglərimiz saxlayan values. Birinci deməli layout faylımızı açaq. Bir dənə layout faylım var, activity main XML. Buna tıklayıram, kodlarım buradadır. Bu həmən bu kalkulator dizaynının kodlarıdır. Yəni burada buttonlarım var, text view'larım var. Deməli backgroundlarım var. O dizayn buradadır. Bunu buradan kopyalayıb da götürə bilərsiniz belə və yaxud da ki, buradan faylı yükləyə bilərsiniz. Mən yükləməyi seçirəm. Faylı yükləyirəm. Sonra geriyə gedirəm. Drawable faylıma gəlirəm. Drawable faylında mənim buttonlarımın backgroundları saxlanılır və yaxud edit logolarımın, yəni yerləşdirdiyim şəkillər saxlanılır. Mənə lazımdır background dizaynı. Bunu yükləyirəm. Kalkulator iconun, yəni bu iconun dizaynıdır. Yəni CVC formatında. Bunu yükləyirəm. Bunu yükləyirəm icon 8-i. Horizontal. Yox, bunlar horizontal layer'ına ehtiyac yoxdur. Buna da ehtiyac yoxdur. Input background'ı yükləyirəm. Bir də gəlirəm buradan values'dan rənglər olan colors.xml daxil olub bu rənglər olan papkanı yükləyirəm. Məsələn, dizayn hissəmiz hazırdır. Artıq Android Studio-nu aça bilərik. Mən hesab edirəm ki, sizdə Android Studio tam konfigurasiya olunmuş, qurulmuş vəziyyətdədir və açıram. New project deyirəm. Empty bir activity seçib next deyirəm. Adını qoyuram. Mən My Calculator qoyuram. Siz istədiyiniz bir ad qoya bilərsiniz. Finish deyirəm. Faylım yaradılır. Gözləyirəm fayl tam yaransın. Yüklənsin. Gradle'lar. Fayl tam layihəm tam yükləndi. Proyekt hazırdır. Burada belə bir yer açılır. App faylını açıram. Buradan Kotlin Java-nı açıram. Birinciyə com.example my calculator package-ni açıram. Burada main activity kit var. Bu mənim əsas kodlarımı yazacağım hissədir. Res isə mənim dizayn hissəmdir. Res faylını açıram. Drawable. Yadınızdadırsa, daha əvvəl GitHub-dan Drawable üçün lazım olan papkaları, yəni faylları yüklədim. İndi onları bura atacağım. Gəlirəm.
Deməli, məndə zaquskadadır. Deməli, input background variable faylım idi. Onu atıram variable'ın içinə. Sonra calculator variable faylım idi. Onu atıram bura. Sonra nə var idi burada? Deməli, icon 8 var idi. Rectangular button var idi. Input, close deyəsən elə bunlar idi. Sonra color'ıma, values papkasının içindəki color'a gəlirəm. Bu color'u silim. Bunu elə birbaşa götürüb values papkasına yapışdırıram. Artıq əvvəlki proyektimdəki color'lar burada göstərdi. Görək burada problem nədən ibarətdir. Adında problem var. Adını düzəltməliyik. Yəni Kotlin name conventionlar belə adlandırmağa icazə vermir. Yəni ki, arada ara buraxmaq, boşluq qoymaq olmaz. Ona görə altında qırmızı rənglə bizə xəbərdarlıq edir. Name deyək. Bunun adını düzəldək, tez basaq. Bunlar hazırdır. Elə indi ən əsas hissəyə deməli bizim layoutımız haradaydı? Deməli bizim burada layout faylımız default gəlməli idi, gəlməyib. Ona görə biz bu main kısmını buradan silək. Manifestə gələk. Təzədən burada sağ klik eləyib new deyib activity empty views activity deyək. Launcher activity mütləq seçməliyik. Finish deyək. Yenidən yaratsın. Layout faylımızı da gördünüz burada yaratdım. Burada problem nədir? Gradle fayllarımız yüklənir. Gözləyə yüklənsin.